Salam hörmətli müəllimlər. Bu videoda da sertifikasiya coğrafiya fənni asan olub deyənlər üçün növbəti bir sual icad edəcəyəm. Yerin meyilliyin dəyişməsi nəticəsində tropik işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı məsafə 5550 km azalmışdır. Və bunun nəticələrini seçin. 111-ə bölürük, 5 dərəcə azalır. Hal-hazırda tropiklər bilirsiniz ki 23.5 dərəcədən keçir, 23.5 şimal və 23.5 cənub enli. Bunlar arasındakı fərq demək 47 dərəcədir. İndi isə bu 5 dərəcə azalır. Yəni olur 42 dərəcə. Bunun 42 dərəcə azalması üçün 42-ni bölürük 2-yə, eləyir 21. Tropiklər neçədən keçir o zaman? Tropiklər 21 şimal və 21 cənub enliyindən keçəcək. Yəni tropik işıqlanma qurşağının sahəsi kiçildir. Bakıda il ərzində günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı daha böyük olardı. Bəli, bizdə minimum düşmə bucağı günəş cənub tropik üzərində zenitdə olanda olurdu. Daha uzaq idi 40-cı paralelə, indi isə 21-ə oldu, Bakıya yaxınlaşdı. Bakıya yaxınlaşdığına görə təbii ki, düşmə bucağı, minimum düşmə bucağı daha çox olur. Elə doğru cavab A variantıdır. Antarktida materikinin qütb dairəsi ilə kəsişməzdir fikri yanlışdır. Çünki qütb dairəsi 69-dan keçəcəkdir. 90 çıxılsın 21, 69. Yenə də Antarktidanı kəsəcəkdir. İslandiya adası qütb işıqlanma qurşağında olardı. Yanlış ifadədir. Yenə də daha şimala getdiyi üçün əslində mülayim işıqlanma qurşağı olacaq yenə. Günəş zenitdə olduğu ərazilərin sahəsi artardı. Baxıb görürük ki, əslində kiçilib, artmayıb. Tropik xəttin uzunluğu azalardı. Tropik ekvatora doğru gəlib deyə bilirsiniz ki, ekvatora doğru paralellərin uzunluğu artır. Yəni səhv ifadədir.